Başta 23-cü suala baxıram. 23-cü sualda bizə şəkildə 4 bucaq çevrənin daxilinə BCD 4 bucaqlı çəkilib. ABC bucağı 3K, yəni ABC, BCD, CDA 3, 5, 6 nisbətində sonunda ABC bucağı 3K, BCD bucağı 5K, CDA bucağı da 6K-dır. Və bizə deyir ki, BT toxunun uzantısı ilə CD'nin tərəfini özündə saxlayan BT ilə CD arasındakı bucağı istəyir. Buna görə biz həm BT-ni, həm CD düz xəttini uzadırıq və aradakı bucaq olur alfa. Və bizdən də alfa soruşulur. Alfa soruşulur. Deməli, bunun üçün nə edərik? Baxıram. ABC bucağı 3K-dır. CDA bucağı da 5K-dır. 3 və 5. Biz bilirik ki, çevrənin daxilinə 4 bucaqlı çəkəndə həmin 4 bucaqlının qarşı bucaqların cəmi 180-dir. Yəni, bucaq B ilə bucaq D-nin cəmi 180 dərəcə olmalıdır. Bucaq B 3K-dır, yəni ABC 3K-dır. Bucaq D-də, yəni ADC-də və yaxud da CDA-da 6K-dır. Bərabər olmalıdır 180-ə. 9K bərabərdir 180-ə. K bərabərdir 20-yə. K 20-dirsə, onda bucaq B olacaq 60 dərəcə. 60 və bucaq D-də olacaq 120 dərəcə. 120. Onda bucaq C-yə də 5K demişdik. BCD bucağı da 5K idi. Onda 5-i 20-yə vursaq, burada düşür 100 dərəcə. Bu da belə. Deməli, biz bilirik ki, bu 120 dərəcə, yəni bucaq ACD daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaqdır və 120 dərəcədir. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Yəni ABC qövsünün işarəli bu qövs. Bu qövsün yarısı ilə ölçüdür. Deməli, onda ABC qövsü olacaq 240 dərəcə. ABC 240-dır. Digər tərəfdən AB vətəri də BC vətərinə bərabər olduğundan biz demişdik ki, bərabər vətərlərə söykənən qövslər bərabərdir. Və AB qövsü üstəgəl BC qövsü, yəni 240-dırsa, onda bunların hər biri, bu qövslərin hər biri olacaq 120 dərəcə. 120 dərəcə. Bu da bu şəkildə. Deməli, burada 120-dir, bu qövs də 120-dir. Və bucaq TBC də daxilə çəkilmiş bucaq olduğundan uyğun BC qövsünün yarısı ilə ölçülür. Yəni 60 olacaq. Bu bucaqda oldu 60 dərəcə. Aha. İndi biz tapdıq ki, bucaq B 60 və C bucağı da 100-ün qoyuntusu olduğuna görə olur 80 dərəcə. Və 3 bucaq yaza bilərik. Deməli, yazarıq 3 bucaq, baxırıq. 3 bucaq BKC-yə. Bucaq B 60, üstə gəlsin, bucaq C 80, üstə gəlin bucaq K bərabər olmalıdır 180-ə. Buradan da bucaq K bərabərdir 180-dən 140 çıxanda olur 40 dərəcə. Bəndə. Baxıram 25-ci sual. Deyir ki, A nöqtəsinin çevri 2 toxunan çəkilib. AB və AC biz bilirik ki, toxunanlar bir-birinə bərabərdir AC-yə. Və A nöqtəsinin çevrənin mərkəzinə qədər məsafə 2-dir. AO da bərabərdir 2-yə. Toxunanlar arasındakı bucağın düz bucaq olduğunu bilərək, deməli, toxunanlar arasındakı bucaq da düz bucaqdır. Çevrənin uzunluğunu hesablayın. Buradan həmişə toxunana perpendikular radiusları çəkirik. Bu da düz bucaqdır. Və AO tənbölən olduğunu bilərək, bucaq 90-dır, sonra tənbölən olaraq 45 bölünür. Və ABO və ACO düz bucaqlı üç bucaqlar olduğundan 90, 45, onda buralarda 45 olacaq. Və bunlar olur bərabər yanlı düz bucaqlı üç bucaq. Bərabər yanlıdırsa, bura R-dirsə, burada R-dir. Onda AO olur kök 2R. Çünki bərabər yanlı düz bucaqlı üç bucaqda hipotenuz koeffisiyentinin kök kimi istədir. A-nın digər tərəfdən 2 tapmışıq. Kök 2R bərabərdir 2-yə. R də bərabərdir 2 bölünsün kök 2. O da eləyir elə kök 2. R-imizi də kök 2 tapandan sonra çevrənin uzunluğunu istəyir. Çevrə uzunluğu 2 pi R düsturu ilə hesablanır. 2 pi vurulsun kök 2. O da eləyir elə 2 kök 2 pi. C bəndi.
Baxıram 26-cı sual. Deyir radiusa çevrə 1, 2, 3 nisbətinə bölünür. Yəni K2, K3, K nisbətində bölgü hissələrinə bölünür. Bura K olsun, bura 2K olsun və bu böyük hissədə 3K deyək. Və bizə deyir ki, alınan üçbucağın perimetrini tapın. Alınan üçbucağı çəkək. Demək, buradan bura, buradan bura. Bir saniyə bunu pis çəkdim. Üçbucağa tamamlayaq bu nöqtələri. A-dan B-yə, B-dən C-yə və A-dan C-yə. İndi baxaq burada. K, 2K, 3K bərabər olmalıdır 360-a. Çünki çevrə ümumi uzunluğu 360 dərəcədir. Buradan da 6K bərabərdir 360-a. K bərabərdir 60 dərəcə. Onda bu olur 60 dərəcəli qövs. Bu olur 120 dərəcəli qövs. Bu da olur 180 dərəcəli qövs. B bucağı 180 dərəcəli qövsə söykənti olacaq 90 dərəcə. C bucağı 60 dərəcəli qövsə söykənti olacaq 30 dərəcə. Və A bucağı 120 dərəcəli qövsə söykənti olacaq 60 dərəcə. Biz bilirik ki, diametr söykənən bucaq düz bucaqdır. Onda burada AC olacaq diametr. Radius erdirsə, onda bura 2 erdirsə, 30-un qarşısındakı bunun yarısı 60-ın qarşısındakı ilə kök 3 misli. Bu şəkildə. Perimetrdə üçbucağın perimetri R üstə gəl kök 3 R plus 2 R. Bu da eləyir ki, 3 R plus kök 3 R. Buradan da kök 3'ü çıxarsaq, kök 3 R çıxarsaq, kök 3 R çıxarsaq, qalır ki, kök 3 plus 1. Kök 3 plus 1. Bir saniyə. Bərabərdir. Deməli, kök 3 R çıxarsaq, qalacaq kök 3 plus 1. Və yaxud da R çıxarda bilərik. R çıxarsaq, qalacaq 3 plus kök 3. Yəni D bəndi. Baxıram 27-ci suala. A nöqtəsini çevrən radiusu 3 olan çevrəyə B və C nöqtələrini toxunan iki düz xətt çəkilmişdir. Toxunanlar bərabərdir. AB bərabərdir AC-yə. O nöqtəsi qeyd edilir. B, O bərabərdir OC-yə, o da bərabərdir radiusa, yəni 3-ə. Qeyd edilir 3, 3. A nöqtəsinin çevrə mərkəzinə qədər məsafə 5-dir, yəni AO 5-dir. BC parçasının uzunluğunu soruşur. AO 5-dirsə, onda Pifagora görə AB-nin kvadratı bərabərdir. AO-nun kvadratı çıxılsın OB-nin kvadratına. Buradan da 5'in kvadratı bərabərdir. AB-nin kvadratı çıxılsın OB-nin kvadratı, yəni 3'ün kvadratı. Buradan da olacaq AB-miz bərabər olacaq 4'ə. AB 4-sə, toxunanlar bərabər olduğuna AC də 4'dür. İndi bizdə deyir ki, burada. AB-ni yazaq buradan. AB bərabər. Buradan yazaq AB bərabərdir 4 olmuşdur. İndi bizə deyir ki, BC parçasının uzunluğunu tapın. BC parçası budur. Bunun uzunluğunu istəyir bizdə. Buradan baxsaq, biz demişdik ki, BC bizdə olur vətər. BC vətərdir, burada bir K yazın. OK da radiusdur. Radius vətərə perpendikulyar olurdu və onu 2 bərabər hissəyə bölürdü. Burada bir L yazdım. Deməli, BL bərabər olur LC-yə. Radius vətərə perpendikulyar olur, yəni OK radiusu BC vətərinə perpendikulyarsa, həmin o BC vətərini 2 bərabər hissəyə bölür. BL bərabərdir LC-yə. Biz baxsaq, üçbucaq ABO və ya ACO ikisinə də eynidir. Yəni ikisinə də baxa bilirsiniz. ABO üçbucağına baxsaq, burada BL hündürlükdür və düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın hündürlüyünü tapanda katetlər hasiyəni bölürdük hipotenuza. Burada da katetlər 3 və 4'dür. Hipotenuzumuz da 5'dir. Çünki AO bizdə 5 idi. O da eləyəcək 2,4. Deməli, B'dən elə qədər məsafə, yəni bu da B eləyir. B'dən elə qədər məsafə hündürlükdür. Düzbucaqlı üçbucağın ABO düzbucaqlı üçbucağın hündürlüyüdür. Onu tapdıq 2,4.
Deməli, onda BC-nin uzunluğu bərabərdir 2 dənə B ilə. O da bərabərdir 2 vur 2,4. Yəni 4,8. Çünki BC vətəri biz dedik 2 bərabər hissəyə bölünür. Yazmışdıq B-li bərabərdir LC-yə. Əgər B-limizi 2,4 tapmışdıqsa, onda LC 2,4-dür. BC-nin ümumi uzunluğu da olacaq 4,8. B bəndi. Baxıram 29-cu suala. Deyir, radiusu 6-lar. Radiusu 6-dırsa, burada 6-dır. Aha, burada 6-dır. Olan, bərabər olan çevrənin xaricindəki C nöqtəsinə CA kəsəni çəkilmişdir. CA kəsəni çəkib, bucaq AOC 90 dərəcə olarsa, CO 8 olarsa, BC-ni tapın deyir. CO 8-dirsə, onda bu isə 2 düşürüm, 8 daha. Bizə deyir ki, BC-ni tapın. BC-nin uzunluğunu tapın. Buraya yazıram X. İndi ümumi Pifagora görə AC-miz bizim olacaq neçə? 10 olacaq. Çünki AC-nin kvadratı bərabərdir. A-nin kvadratı üstəgəl OC-nin kvadratına. Burada da AC-nin kvadratı bərabərdir. A-umuz 6-nın kvadratı üstəgəl OC, yəni 8-in kvadratı. Bu da AC olur 10. AC 10 tapdıq. Ümumi AC 10-dursa, onda deməli, ümumi AC 10-dursa, bizə BC-ni istəyir. Mən bunu belə sona qədər uzadaram. Aha. Bura 1 yazıram K nöqtəsi. Radius olduğuna görə burada 6-dır. Deməli, burada 6-dır. Onda kəsənlərin xassəsinə görə, yəni CK və CA kəsən xassəsinə görə CY vurulsun ümumi CK bərabərdir CB vurulsun ümumi CA-ya. Buradan da CY-miz bizim 2 vurulsun CK-mız. CK ümumi neçə olacaq? 14. 14 bərabərdir CBX vurulsun ümumi CA-mız da, yəni AC-miz 10. Buradan da X bərabərdir 2,8. Bəli. Baxıram 31-ci suala. AC və AB çəkilmiş toxunanlardır. Onda bilirik ki, AC bərabərdir AB-yə. Toxunanlar olduğuna görə. C nöqtəsindən AB-yə çəkilmiş C-nin perpendikular çevrəni E nöqtəsində kəsir. Burada bir E nöqtəsi qeyd edilir. E nöqtəsi. Və BM 4-dür bizdə. Bura M nöqtəsidir. BM 4. MA. AM yəni 6. Onda AB 10-dursa, AB 10-dursa AC də 10 olacaq. Burada 10-dur. CY-ni tapın. Bizə lazımdır CY. Yine baxıram. AMC üçbucağında AMC. AMC üçbucağı düzbucaqlı üçbucaqdır. AM-in kvadratı üstə gəlsin. MC-nin kvadratı bərabərdir AC-nin kvadratına. Buradan da 6-nın kvadratı üstə gəl. MC-nin kvadratı bərabərdir AC, yəni 10-un kvadratına. Onda MC-miz olacaq 8. MC ümumicə oldu 8. Və buradan bizdə C-yə tapmaq tələb olunur. MY-yə 1x deyirəm. Yəni MY-yə 1x dedim. MY x dedim. Bu çevrəyə BM toxunandı, BM toxunandı. MC də kəsəndir. Demək, BM toxunan, MC kəsən. Onda toxunan və kəsən xassəsinə görə, yəni toxunanın kvadratı bərabərdir. MC kəsəndirsə, M-dən Y-yə qədər məsafə vurulsun ümumi MC-yə. Buradan da BM 4-dür. 4-ün kvadratı bərabərdir. M-dən Y-yə qədər məsafəyə bir x demişik, deməyə də bilərdik. Vurulsun MC. MC-yə də 8 tapmışım. Buradan da x olacaq 2. İndi x 2-dir, yəni bizim MY-miz 2-dir. MY-miz 2-dirsə, bizdən CY-ni istəyir. Onda MC-miz də neçədir? MC-miz də 8-dir. Bu ümumi 8. Burada 2. 8-dən 2-ni çıxsaq qalacaq 6. Yəni Y bəndi. Baxıram 33-cü suala. Çevrələndə BCD nöqtə arzu olaraq qeyd olunmuşdur. C nöqtəsinə çevrəyə çəkilən toxunan BD vətərin uzantısı K nöqtəsinə kəsilir, şəkli çəkdik.
DKC bucağı 60'dır. KB'nin BD nisbəti 4-ün 5-ə nisbətdir və KC 12 olarsa DC vətərin uzunluğunu soruşur. DC vətərini də çəkək. Bizdən deməli bu vətərin uzunluğunu soruşur. Aha, indi yazaq. Deməli, buradan yaza bilərik. KC toxunanda KD-li kəsən. Toxunan və kəsən xassəsinə görə, yəni KC-nin kvadratı bərabərdir KB vurulsun KD-yə. Buradan da 12-nin kvadratı bərabərdir. KB-miz 4-ün 5-ə nisbətsə 4K vurulsun. BD-miz də deməli, ümumi KD-miz də onda bura 4K. Bura 5K-dırsa, ümumi olacaq 9K. Buradan da 36K kvadratı bərabərdir 144-də. K kvadratı bərabərdir 4-dürsə, K olur 2. K 2-dir. K-nı 2 tapdıq. İndi bizdən DC vətərini istəyir. DC vətərini tapmaq üçün yaza bilərik. KD tərəfimiz oldu bizim. KD tərəfimiz oldu 9K. O da 9K. Bu da eləyir 18. KC tərəfimiz də 12. Aradakı bucaq da 60. DC-ni tapmaq üçün kosinuslar teoremindən istifadə edirəm. DC-nin kvadratı bərabərdir KD-nin kvadratı. Üstəgəl KC-nin kvadratı çıxılsın 2 vur KD vur KC vur kosinus alfaya. Buradan da DC-nin kvadratı bərabər. KD-miz bizim 18. 18-in kvadratı üstəgəl KC 12-nin kvadratı çıxılsın 2 vur 18 vur 12 kosinus 60. Kosinus 60-da da 2 dəvr. Bunlar gedir. Bunu da hesablasaq. Bu hissəni silirəm hələni. Deməli, olacaq DC-nin kvadratı bərabərdir 324, üstəgəl 144 çıxılsın 18-dən 12-yə vursa 216 eləyir, 144 çıx 216. Bunu toplayıb çıxsaq eləyəcək 252. Buradan da eləyəcək 252-də kök 36 vur 7 deməkdir. Yəni 6 kök 7 denəyəcək. B bəndi. Baxıram 34-cü sual. Deyir ki, ABC üçbucağın AB və BC tərəflərinin bura 2 dənə də yazmışam, onu silək. Deməli, BC tərəflərinin ortasından keçən və B təpəsindən keçən çevirən deməli, deyir ki, AB və BC tərəflərinin ortasından və B təpəsindən keçən çevirən AC tərəfinə toxunur. Aha, düz çəkdik. AB 3-dür. AB 3-dürsə, yazıram. AB 3-dür. Və K nöqtəsi orta nöqtəsinə keçdiyinə görə çevirə AK bərabərdir KB-yə, o da bərabərdir 1,5-ə. Yazıram, burada 1,5-dir, bu hissədə 1,5-dir. Və BC 5-dir. BC 5-dir, yenə orta nöqtədən keçdiyinə görə BT bərabər TC, o da bərabərdir 2,5-ə. Bu hissədə 2,5 və bu hissədə 2,5. AC tərəfinin uzunluğunu tapın. AC tərəfinin uzunluğunu tapmaq üçün toxunma nöqtəsinə bir dənə D nöqtəsi deyək. Və toxunan və kəsən xassəsindən istifadə edərik. AD deməli çevrəyə toxunandır və AB ilə kəsəndir. Onda AD-nin kvadratı bərabərdir AK vurulsun AB-yə. Buradan da AD-nin kvadratı bərabərdir AK 1,5 vurulsun AB də ümumi AB-miz 3. Buradan da AD-nin kvadratı bərabərdir 4,5-ə. AD-miz bərabərdir kök altında 4,5. Bu deyir kök altında 10-da 45. 5-ə bölsək 2-də 9. Bu deyir 3 kök 2 böl 2. 3 kök 2 böl 2. Bu oldu AD-nin uzunluğu. Eyni qayda ilə DC-ni taparam. Yenə DC toxunan, BC kəsəndir. DC-nin kvadratı bərabərdir CT vurulsun ümumi CB-yə. Buradan da DC-nin kvadratı bərabərdir 2,5 vurulsun 5-ə. DC bərabərdir kök altında deməli 10-da olacaq 10-da 125. 125. Bunu da 5 ixtisar aparsaq DC bərabərdir kök altında 2-də 5 ixtisar aparanda elə olur 25.
Yəni deyəcəyimiz də bərabər olur kök 5 böl, daha doğrusu 5 böl kök 2, o da 5 kök 2 böl 2. İndi bura oldu 5 kök 2 böl 2, bu isə də oldu 3 kök 2 böl 2. Bunları da toplasaq, onda AC'miz olacaq 4 kök 2, yəni A bölünür.